Elmi və Texnologiya Araşdırmalar Şurasının 2209 A Universitet tələbələri araşdırma layihələrini dəstəkləmə proqramı çərçivəsində layihəsi ilə maliyyə dəstəyi qazanıb. Rəhim Allahverdi Kırşəhər Ahı Evran Universitetinin İqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsidir. Onun Türkiyə və Azərbaycan xarici ticarət əlaqələrinin inkişafı və TANAP layihəsinin iqtisadi effektləri adlı elmi araşdırması Profesör Doktor Oktay Kızılkaya ilə birgə hazırlanıb. Layihə iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi və strateji enerji layihələrinin regional təsirlərinə dair dəyərli tədqiqat kimi qiymətləndirilib və bu bir ilkdir. Bu arada da 31 Mayda Gəncə gəlirik. Buyurun. Valideyni studiyamızdadır. Və valideyn burada. Ay Rəhim. Papanı gördüm. Yox, papanı unuttum. Neynirəm papanı? Neynirəm? Ne oldu? Alo, eşidirsən? Niyə belə oldu ki? Yaxşıyam deyən görüm, bilmirəm, necə çıxım mən buradan? Ay Rəhim, sən qəhrəmansan. Alqışlar gəlsin belə istedadlı, gənc balamıza. Valla, yəqin beynəlxalq təhsil mərkəzi səni göndərəndə heç bilməzdin ki, belə şeylər olacaq. Bəli. Çox sağ olsun Ramal bəy. Ramal bəyə çox təşəkkür, minnətdarlığımı bildirirəm. Məşhursan ha, məndən də məşhursan ha, Rəhim, qısqandım. Bir dəqiqə, atası danışır, bir valideynin ən böyük xoşbəxtliyidir bu. Valideyn üçün əsas sevinç onun evladının nailiyyətləridir. Bəli. Yəni ki, valideyn istəyər ki, həmişə evladının xoş sədası gəlsin. Əlbəttə.